Salam əziz müəllimlər. Dərsimiz 5-ci sinifin 13-cü mövzusu olan oduncaq hissələrin birləşdirilməsi mövzusudur. Gəlir oduncaq məmulatları birləşdirərkən nələrdən istifadə olunur? Mismar, şurup və yapışqan. Mismar, şurup və yapışqan. Hissələrin mismarla birləşdirilməsinə gəlin nəzər yetirək. Mismar hansı hissələrdən ibarətdir? Mismar gözümüzün qarşısına da gətiririk. Həqiqətən də başlıq, mil və uc hissədən ibarətdir. Başlıq, mil və uc hissədən ibarətdir. Bəs desək ki, təyinatından asılı olaraq mismarlar hansı formadadır? Deyirik ki, diametrinə, uzunluğuna və başlığının formasına görə. Təyinatından asılı olaraq diametr, uzunluq və başlığının forması. Daha sonra mismar vurmamışdan əvvəl onun yeri nişanlanır. Mismarla birləşdirilmə zamanı adətən nazik detal qalın detala birləşdirilir. Bir daha deyirəm, nazik detal qalın detala birləşdirilir. Yəni mismarlanır. Mismarı vurarkən çəkici elə tutmaq lazımdır ki, əl dəstəyin ucundan 20-30 mm məsafədə olsun. Bir daha deyirəm, mismarı vurarkən çəkici elə tutmaq lazımdır ki, əl dəstəyin ucundan azı 20-30 mm məsafədə olsun. Sonra əvvəlcə mismarı sol əlin baş və şəhadət barmaqları hansı? Sol əlin baş və şəhadət barmaqları ilə tutur. Sonra başlığına çəkiclə yüngül zərbələr vurulur. Mismarın oduncaqda girdiyini hiss etdikdə sol əli götürürük və möhkəm zərbələr ilə işi tamamlayırıq. Daha sonra vurma zamanı mismar əyilərsə onu mütləq kəlbətindən çıxardırıq və yaxud da ki, çəkicin ağzına xüsusi yarğın köməyi ilə onu çıxartmaq üçün istifadə edə bilərik. Baxırsınız, şəkil B-də göstərilib mismarın vurulması, kəlbətindən və yaxud da ki, çəkicin başlığı ilə çıxardılması göstərir. Daha sonra məmulatın səthini zədələməmək üçün kəlbətinin və çəkic başlığının altına taxta parçası qoyulur. Gördüyünüz kimi taxta parçası yerləşdirilir həmin hissələrin arasına. Əgər vurulan mismarın ucu digər tərəfdən çıxıbsa, bunu da bu şəkildə göstərir. Çıxıbsa neynirik? Onu metal sağanağın üzərində əyirik. Görürsünüz, metal sağanağın üzərində əyir və onu yenidən, belə deyək də, oduncağa vururuq. Bunu nə üçün edirik? Bu zaman isə görülən işin möhkəmliyini artıq artırmış oluruq. Burada isə həmin dediyim hissəni qeyd olur. Metal sağanağın üzərində əyilir və yenidən oduncağa vurulur. Daha sonra hissələrin şurupla birləşdirilməsi. Şurupla birləşmədə mismarla birləşmədən daha etibarlıdır. Şurupla birləşmə mismarla birləşmədən daha etibarlıdır. Şurup, başlıq, vint şəkilli mil və ucluqdan olan bərkici bir detaldır. Deməli, şurup hansı hissələrdən ibarətdir? Başlıq, vint şəkilli mil və ucluqdan ibarətdir. Təyinatından asılı olaraq şuruplar uzunluğuna, qalınlığına və başlığının formasına görə fərqlənir. Əgər şurupda desək, deyirik ki, buq, başlıq, uzunluq və qalınlıq. Oldu mu buq? Əgər ki, mismar desə, o zaman deyirik ki, başlıq, uzunluq və diametr. Bud, başlıq, uzunluq, qalınlıq şurupda. Bud isə başlıq, uzunluq və diametr isə nədə? Bu isə mismarda qeyd olunur. Təyinatından asılı olaraq dedik, başlıq, uzunluq, qalınlıq. Şurupların başlığı hansı formada olur? Şurupların başlığı olur yarım dairəvi, gizli və yarım gizli. Hansı oldu? Yarım dairəvi, gizli və yarım gizli. Sanki burada iki yarım sözü var. Hər ikisində də yarım sözü var. Biri yarım dairəvidir, biri gizli və gizlinin yanında da yarım gizli. Gizli, yarım gizli, yarım dairəvi də deyə bilərik. Ən geniş yayılmış şuruplar gizli şuruplardır. Yəni görünməyən şuruplar, gizli şuruplar ən geniş yayılmış növüdür. Daha sonra
Şuruplama əməliyyatı burğu ilə şurupun başlığı üçün yuvanın açılmasından və vintaçanla şurupun burulmasından və yaxud da ki, bərkidilməsindən ibarətdir. Deyir, şuruplama əməliyyatı hansı, neçə hissədən ibarətdir? 2 hissədən. Burğu ilə şurupun başlığı üçün yuvanın açılmasından, yəni burğu ilə orada şurupun başlığı üçün bir yuva açırıq və vintaçanla, ona uyğun vintaçanla şurup başlığının, şurupun burulmasına və yaxud da ki, bərkidilməsindən ibarətdir. Burada şurupun başlıqlarını göstərir. Hissələrin burada da baxın, uyğunlaşdıraq. A-da nədir? A-da deyir ki, yarım dairəvi, A yarım dairəvi, B gizli, C isə yarım gizli. Şəkil 4-də isə, çünki bu hissələrə adətən yeni mix suallarında bu formalar düşür, yəni şəkillər düşməyə başlayıb. Bunlara diqqət yetirməyimiz vacibdir. Şəkil 4-də isə burğu ilə şurupun başlığı üçün yuvanın açılması, yəni burğulama əməliyyatı və vintaçanla şurupun burulması prosesini göstərir. Sonra hissələrin yapışqanla yapışdırılması. Oyuncaq məmulatın detallarının əksəriyyəti yapışqanla birləşir. Yapışqanlar təbii və sintetik olur. Hansıdır? Təbii və sintetik. Sintetik PV yapışqanı, yəni PV yapışqanı, sintetik yapışqandır. Ağ rəngli qatı maye şəklində olur və fırça ilə yaxılır. Yəni düşünün ki, bu ağ maye şəklindədir, qatıdır və bunda bu zaman fırçadan istifadə olunur. Məktəb emalatxanasında PV yapışqanından istifadə olunur. Məktəb emalatxanalarında xazein və yaxud da ki, xarat yapışqanlarından da istifadə olunur. Onda belə çıxır ki, məktəb emalatxanasında hər üçündən də istifadə olunur. Xazein yapışqanı sarımtıl rəngli tozdur. Onu suda həll edir, yaxşıca qarışdırır. Bu formada hazır məhlulu əldə edirik. Sanki bu aboy falan yapışdıranda istifadə olunur. Toz formada olan yapışqanlar. Onlar suda həll olunur. Biraz keçəndən sonra artıq öz belə deyək də funksiyasını itirmiş olur. Sanki bu xazein yapışqanı onu belə deyək də ona oxşar formada. Düzdür, mən onu ağ rəngdə görmüşəm, amma sarımtıl, yəni ki, sarımtıl rəngdə olanları da var. Deyir ki, xazein yapışqanı sarımtıl rəngli tozdur, suda həll edir, yaxşı qarışdırırıq. Təzə hazırlanmış yapışqan 3-4 saat ərzində istifadəyə yararlı olur, sonra isə artıq o, dediyim kimi, öz funksiyasını itirir. Yapışdırmazdan əvvəl detalların səthini tozdan, trikdən təmizləyirik. Mütləq ki, hər hansısa bir detalı yapışdırarkən və yaxud da ki, hər hansısa bir proses yerinə yetirərkən onun səthini tozdan, trikdən təmizləyirik. Yapışqanı çəkdikdən sonra onu oduncağa hopması və bərkiməsi üçün 2-3 dəqiqə gözləyirik. Nə qədər? 2-3 dəqiqə gözləyirik. Sonra detalları bir-bir birləşdiririk. Və yapışdırılan detallar verstaqın sıxacına möhkəm sıxılır və tam bərkiyənə qədər orada saxlayır. Sonra burada sıxacın hissələrini göstərir. Hansı sıxacın üstə yapışdırmışdı onu göstərir. Deməli, baxırıq. 1-2 olan yapışdırılan detalları göstərir. 1 ilə 2, yəni hansı hissələr bir-birinə yapışıb onu göstərir. Sonra 3-də yapışqandır. Bu da heç. Bizə əsas vacib olan sıxacın hissələrdir. Vintli sıxacın gövdəsi. Baxın, gövdəsi. Ən böyük hissəsi onun gövdəsidir. Qırmızı rəngli olan hissə onun gövdəsidir. Daha sonra 5 nədir? Sıxacın vinti. Baxın, vint formasındadır, görürsünüz. Vinti, sıxacın vinti və sıxacın 6 isə sıxacın dəstəyi. 5 vinti, 6 isə sıxacın dəstəyidir. Daha sonra təhlükəsizlik qaydalarına baxırıq. Başlığı dəstəyinə möhkəm geyindirilmiş çəkizlə işləyin. Çəkizlə işləyən yoldaşınızın arxasında dayanmayın. Şurupun novuna uyğun olan vintaçandan istifadə edin. Şurupu düz bucaq altında buraraq bərkidin. Düz bucaq altında buraraq bərkidin. Şurupu burduqda onu əl ilə tutmayın. Şurupu burduqdan sonra başlığında olan çıxıntıları sumbata kağızı və yeyə ilə təmizləyirik. Nə ilə? Diqqət yetiririk. Burduqdan sonra şurupun başlığında olan çıxıntıları sumbata kağızı və yeyə, təmizləyici alətlər olan sumbata kağızı və yeyə ilə təmizləyirik. Hissələri yalnız atlıq taxtanın üzərində yapışdırırıq. Yapışqanla işləyərkən əlimizi və gözlərimizi qoruyub, qoruyucu eynəkdən istifadə edirik və ən sonda isə əllərimizi yuyuruq. Bu qədər müəllimlər.